Kündəsi küt gedir, təndiri qızmır, meşənin qarışı tutub kəndi. Ürəyi deyəni əməli yazmır, heyrəti gözündə donub kəndin. Palıd ağsaqqalı yaraladılar, bir nər nərildədi, yüz şimal əsdi, polad saqqızları paraladılar. Dədələr əkmişdi, gədələr kəsdi. Ağsaqqal kəstilər, başsız qaldılar, böyüyü qıraqdan gəldi bu kəndin, kəhrizi batırıb sirab aldılar, sirabı torpaqda qaldı bu kəndin. Meşənin yerinə mala çəkildi, hərə öz həyətin, evin düşündü, meşənin yerində bostan əkildi, işə bax, ağsaqqal cibin düşündü. İnəyi qısırdı, quzusu yetim, meşənin qarışı tutub kəndi. Kəsilən palıdın yerində bitim, qarışdan qutarım gərək bu kəndi. Şair İsa Sevəri çoxdan tanıyıram, lap çoxdan. Əvvəl şeirlərini sevdim, onları tanıdım, sonra özünü. Əslən Cəbrailli Bərdədə məskunlaşan şair Xasay Işıqlarla xoş münasibətlərini eşitdim. Ona sevgim daha da artdı. Çünki Xasay Işıqlar gözəl insan və istedadlı şair publisistidir. Allah rəhmət eləsin, qəbri nurla dolsun. Bərdədə icra hakimiyyətində işləyirdi. Ezamiyyətə gedəndə görüşürdük. Nə qədər üz vururdumsa, bir dəfədə olsun, onu şair publisist kimi çəkilməyinə razılıq vermirdi. Dünyasını dəyişəndən sonra oğlum Mövludla danışıb bir veriliş hazırladım. Başqaları inciməsin, 3 sevilən şair vardı Bərdədə. Dədə Telman, Anadil, Xasay Işıqlar, Mehdizadə və İsa Sevər. Mətləbdən yayınmayaq, o vaxtdan fürsət gəzirdim ki, İsa Sevəri sevdiyim şair kimi işıqlandıra bilim. Belə bir tarih naxışı alındı deyəsən. Özü də bilmədən, planlaşdırmadan 75 yaşın ərəfəsinə düşdü onunla görüşümüz. Bəri başdan sevdiyim şairin 75-ini təbrik edirəm. Ona yorulmaz qələm, tükənməz ilham arzulayıram. Bərdənin bir kəndində, biraz da kənar kəndində özünə çəkilən, içinə çəkilən, sözə çəkilən İsa Sevər hansı duyğularla yaşayır? Onun üçün şiir nədir? Mütaliəsiz, ədəbiyatsız adamı, kəndi, hansısa şəhər çox yoxsul hesab edirəm. Hətta getdiyim yerlərdə, evlərdə əgər kitab yoxdursa, bədii kitab xüsusilə, başqa kitablar olar. Elmi əsərlər əsas deyil mənim üçün. Çünki mən kitabxanaçı olduğumdan bütün kitablarla əlaqəm olub, istər-istəməz. Amma bədii ədəbiyatsız həyat yoxdur mənə görə. Hətta o yerdə münaqişələr baş verir ki, problemlər yaranır ki, o şəraitdə oxucu yoxdur. Adi kitabları oxumurlar. Məsələn, mənə görə, mənim subyektiv fikirlərimə görə, mən əgər hansısa bir idarənin rəhbəri olsam, onun kitabxana kartışkasına baxaram. Əgər mütaliəsi aşağıdırsa, onu götürdüyüm vəzifədən saxlayaram. Mütaliənin insanı formalaşdırır. Bəli, inkişaf elətdirir, insafa gətirir. Kamil insan eləyir insanı oxumaq, mütaliət eləmək, bədii kitabı. Bəli, görüşürüz. Qaldı o bir tərəf, mənim xarakterim, onu bir şeirdə ifadə elətmişəm. İndi elə onu sizə istəyirəm, şeirlə çatdırım. Məni sevməkdən ötürü. Sən məni sevməkdən ötürü, sən mənim hissimdən keçəsən gərək, sən mənim duyğumdan keçəsən gərək,
sən mənim könlümə köçəsən gərək. Orada yaşayasan qayğılarımla, orada yaşayasan nadanlıqla, əlbəyaxa ağrılarımla. Nə kömək edəsən, nə dərd çəkəsən. Sadəcə şahid olasan bir sürü Allahsız sistemlərinə. Xəcalət çəkəsən davamsız dostun, soyuq qohumun, laqeyd yarın əvəzinə. Sən məni sevməkdən ötürü biraz yaşayasan mənim ömrümdə, biraz dayanasan mənim yerimdə. Onda inanaram ki, vurularsan mənə günün birində. Tam özümü ifadə edən şey. Bəli, bu yazımla mən demək istəmişəm kiməm, nəyəm, nəsə. Mən adi adamlardan biriyəm, zəhmətkeşəm, sadə insanları sevən adamam və yazılarımda ona xidmət edeyim. İsa Sevərin şeirlərində nəyi sevirəm? Bu mənim şəxsi fikrimdir. Sevə də bilərsiniz, sevməyə də. Bu da sizin fikrinizdir, hörmətlə yanaşıram. İsa Sevər Bərdənin Xanarəb kəndində yaşayır. Təpədən dırnağa səmimidir. Özü də, şeirləri də. Və ən əsası nə özündə, nə də şeirlərində təbiiliyi, özgürlüyü gizlətmir. Necə düşünür, elə yazır. Danışanda da qarşıdakının rəyini nəzərə almadan öz qənaətini ortaya qoyur. Xoşum gəlsə də, gəlməsə də. Bu, şair üçün əsas meyardır. Deyirlər güya şeir qanan üçündür, aristokrat üçündür, imkanlı adamlar üçündür, ədəbiyyat, mədəniyyət. Bundan mən razılaşmıram. Əvvəla o bütün aristokratların da əcdadı hamısı ibtidai icma quruluşundan gəlir. İnsanın oradan gəlir. Bəli, insanın ilkinliyindən gəlir. Və o ilkinlik də bizim folklorumuzda var. Nə qədər dünya ədəbiyyatında da bələdçiliyim var, oxuyuram, mütaliə edirəm, nə edirlər? Onun da o irəli gedəni, qabaqçılı ancaq folklorla mayalanandır. Folklordan gələndir, folkloru bəyənəndir. Məsələn, mənə görə dünyada Füzulinin tayı yoxdur. Məsələn, mən müqayisə edirəm ki, tutalım Shakespeare-də, 16-cı əsrdə İngiltərədə, 16-cı əsrdə bizdə də Füzulidir. Shakespeare deyir ki, sonetlər, ulduza bənzəmir onun gözləri. Onun dodaqları deyildir mərcan. Sinəsi andırmır qarı, mərməri, qara saçlarına demərəm ilan. Bu şeiri oxudum, tərcümədir, düzdür. Nə tərcümə? Amma şeirin mayası orada da əsas o insana lazım olan o ideya, məzmunu çatdırıb tərcüməsi. Amma burada Füzuli deyir ki, dəhanın dərdimə dərman dedilər cananın. Bildilər dərdimi, yoxdur dedilər dərmanın. Bax, mənə görə bütün dünya Füzulini Azərbaycan dilində, Türk dilində mütaliə eləməlidir. Mütaliə eləsə qazanar. Bəlkə müharibələr də dayanır. Füzuli o qədər böyükdür. Füzuli o qədər zəngindir. Əvəz olunmazdır dünyada mənim üçün. Kitabların içindən seçib, mən klassiklə müasirləri hər həftə seçirdim. 5'im bura oxuyub, mütaliə edib, müqayisə aparırdım. Füzuli qalırdı yenə. Öz yerində. Bəli, Füzuli qaldı. Özü xüsusilə qəzəlləri. Onu poemalarında oxumuşam. Hamısının. Füzulinin qəzəli ilə heç kim, heç nə Dostoyevskinin əsərlərini müqayisə eləmək olar. Nə Jack Londonun, nə Marquez'in. Dünya mənə görə adi oxucuyam, kənd adamıyam. Bu saatda evdə geçsəm mənim stolumun üstündədir. Ona baxanda, oxuyanda təsəlli tapıram, öyrənirəm, öyünürəm. Haqqında deyilənlər. İsa Sevər abırlı, gözü tox, öz zəhməti ilə yaşayan, istedadlı, təmkinli və səmimi şairdir. Fikrət Qoca, xalq şairi. Xalq yaradıcılığı dedik. Bəli. Aşıq yaradıcılığı. Bəli. Təbii onun tərkib hissəsidir. Ona münasibətin necədir? Müəllim, gözəl. Məsələn, bizim aşıq ədəbiyyatı, indi bu sarı aşıq bayatılarımızdan da əsasən bayatı ustasıdır.
Aşıq Alını, Aşıq Qurbanını kimlə müqayisə eləmək olar? Ələsgər Dəryadır, kimlə müqayisə eləmək olar? Bu, hansı ədəbiyyatda bu var? Oxumuşuq, əvvəla dastanlarımızdan, Dədə Qorquddan. Məsələn, Dədə Qorqudda deyir ki, ata adını doğrultmayan Xoriyyət oğul, ata belindən enincə enməsə yeyir. Bu bir sətiridir, Dədə Qorqud. Amma bu, aforistik ifadədir. Və mənim bu fikrimdə var ki, müəllim, Azərbaycan atalar sözü dünya aforizminin qaymağıdır, qazmağıdır, snayperidir. Hədəf vurur Azərbaycan atalar sözü. Hansını götürürsən götür. O oxuduğum, bizdə onun üçün Nizami aforizmləri kimdə var? Nizami Gəncəvinin aforizmləri. Bu qaynaq öz folklorumuzdan gəlir. Nizami də folklordan öyrənib, Füzuli də folklordan öyrənib, böyüklüyü də ondadır. Amma istər geçkilən Rus ədəbiyyatı, Igor Polkudastanı Svarkadır da. Oradan buradan yığmadır. Orada nə var? Bizim çatmaz axı dastanlar. Və bizim də mənə elə gəlir ki, dastanlarımızı onun çox uğurluyublar. Oradan gəlmədi hamısı. Biz kiçik olduğumuzda bax, bizim yurdumuz, məsələn, ərazisi az olduğuna baxma. Burada... O az belədir də İsa müəllim. İndi azalıbdır. Bölüb, parçalayıb bugünə... Bəli. Və özdə gücümüzə görə biz işğala məruz qalmışıq əsrlər boyu. Gücümüzə görə, böyüklüyümüzə görə bunu götürməyiblər bunu. Nə qədər yandırıb kitabxanalarımızı aparıblar. Xalçalar uğurlanıbdır. İrandan gedən xalçanı sonradan gətirdilər. Təbriz xalçaları. Təbriz xalçalardır, bəli. Qarabağın xalçaları. Bəli, bizim mədəniyyətin heç belə əvəzi yoxdur dünyada. İstər xalıda, istər hansı səhətdən deyirsən. Ümumiyyətlə, söz sizin üçün nədir İsa bəy? Mənim müəllimim olur, rəhmətli Sabir Əliyev, Füzuluşünas. Gəncədə. O mənlə dəfələrlə, Allah rəhmət, nə qədər söhbət eləyib ki, sən bu sərbəst şiirdən yayın hecanı tutsan, sən yaxşı şair olasın. Hələ cavan vədəmdə, 22-23 yaşım olanda. Mən qəbul eləməmişəm. Müəllim özü savadlı müəllimdir, mənə da dəstək edir falan. Bəli, böyük şularda əvəzi yoxdur. Bu sərbəst şiirin daha doğrusu sərbəst şəklində olanı mən çox saf, düzgün, özdə Dədə Qorqudda tapdım onu. Hecə yəni 15 də olur, 16 da olur, hecə sayı deyil. Qafiyədən ötəri fikir itmir. Heca vəznində bəzən qafiyə xatirinə fikir itirməli olursan. Təcrübəmiz var da bu yaz. Amma şiirin o sərbəst formasında, sərbəst şəklində bu olmur. Bunun da ağ eləyənləri var. Məsələn, mən Mayakovski sərbəstini demirəm. Mən Nazım Hikmət sərbəstli şiirləri var. Məsələn, Nazım Hikmətin Böyük İnsanlıq adlı şiiri var. Böyük insanlıq gəmidə göyərtədə gedər. Şosedə piyada. Qatarda 3-cü mövqedə. Böyük insanlıq 8-də işə gedər, 20-sində evlənər, 40-da ölər böyük insanlıq. Böyük insanlıqdan başqa çörək hər kəsə yetər. Düyü də belə, şəkər də belə, qumaş da belə, kitab da belə. Böyük insanlıqdan başqa hər kəsə yetər. Böyük insanlığın pəncərəsində şüşə yox, küçəsində fənər. Amma ümidi var böyük insanlığın. Ümidsiz yaşamaq olmur. Dünya ədəbiyyatından bu şiirin qabağına gətirib şiir qoysunlar. Nə gözəl. Bunu Türk şairi Nazım Hikmət, mən də bu şiirin vurğunuyam. Çalışıram ki, yaradıcılığımda bunun ikisindən də qidalanam, mən də nəsə deyəm. O, əlbəttə çətindir, mən demirəm, eləyə bilmişəm. Mən Nazım Hikmət kimi böyük şairin qarşısında mən demirəm, bu Azərbaycan ədəbiyyatında da bunun Vaqif Səmədoğlusu var, Vaqif Cəbrayılzadə Odər var, Ramiz Rövşən var, yaxşı yaradıcılarımız var bizim. Mən həmi də, müəllim, orasını da deyim, Azərbaycan ədəbiyyat çox 70-ci illərdən bəri, bələdən bütün qəzetlərə, jurnallara, orada iki sağlam ədəbiyyata düzgün tələbkarlıq görmüşəm. Biri Məmməd İsmaildə, biri də rəhmətli İsa İsmailzadədə. Hər ikisi böyük şair. Çox böyükdə onların böyük şairinin söz yoxdur. Amma tələbkarlığı və mən də özdə inatkarlıqla çalışıb onların ikisindən də şiir keçirtmişəm. Elə olur ki, İsa İsmailzadə məni birildi 2 dəfə çap eləyib.
jurnalda. Azərbaycan jurnalı. Azərbaycan jurnalında. Məmməd İsmail ilk şeirimi gənclikdə Məmməd İsmail çap edir. O tələfkarlıq görürdüm ki, bunların heç bir umacağı, heç bir şey yoxdur da sırf sənətə qulluq edirlər. Sırf ədəbiyyata qulluq edirlər. O da məni cəlb edirdi, xoşuma gəldi. İsa Sevər müasir şairlərin əksəriyyətindən torpağa bağlılığı ilə fərqlənir. Onun şeirlərindən mən torpağın ətrini duyuram. Torpağın ürək döyüntüsünü, ağır-ağır, yorğun-yorğun nəfəsini eşidirəm. İsa Sevər müasir Azərbaycan poeziyasının haqq şairidir. O, Azərbaycan poeziyasında bənzərsiz, tam orijinal müasir ruhlu şairdir. İntiqam Qasımzadə, əməkdar incəsənət xadimi. Gözdən könüldən kənarda, Bərdənin Xanərəb kəndində yaşamaq, yaratmaq, şeir yazmaq, imzanı tanıtmaq elə asan məsələ deyil. Hər halda bura əyalətdir. Ancaq bununla bərabər əyalətdə yaşayan bir çox şairlərimiz kimi İsa Sevər imzası da oxuculara yaxşı tanışdı. Ədəbi mətbuatda tez-tez çap olunursunuz. Oxucular sizi maraqlı şair kimi tanıyır. Ümumiyyətlə söz, ədəbiyyat nədir sizin üçün? Ədəbiyyat bütün insan üçündür, xalq üçündür, ayrı-ayrı adamlar üçün deyil. Bunu nəzərə almalıdır bütün yaradıcılar. Əvvəla onlarsız kim oxuyacaqdır? Xalqsız kim oxuyacaq o ədəbiyyatı, o kitabı? Xalq özü məni bəyənmirsə, günah məndədir. Xalqda günah ola bilməz. Xalqın, mən o kitabda da demişəm, bəlkə o Nobel mükafatı alanlar var, alırlar da, gedirlər, orada da siyasət, orada da müəyyən şeylər var, edirlər. Amma onların əsərlərinin də çoxu oxunmur. Çünki ona görə ki, onların kitablarında o yaşadığı mühit yoxdur, yaşadığı ölkə yoxdur, o cəmiyyətdə gedən hərəkətlər yox. Dünyada müharibələr gedir, nə qədər rüşvətlər var dünyada. Niyə bundan yazmırlar? O Nobel alan yazıcılar. Bəlkə onun təsiri olardı, kimsə müharibəni yatırdardı. Bir var oxucu zövqü, oxucu zövqünün arxasıyla getmək. Bir də var şairin öz zövqü, öz səviyyəsi, oxucunu arxasından çəkib aparmaq. O çəkib aparmaq yaxşıdır. Bəs xalqı sən aparmalısan da, yox, oxucunun səviyyəsinə yenmək olmaz. Oxucunu qaldırmalısan, öz atananı qaldırırsan. Onları inkişaf elətdirirsən, elətməz vurdundur sənin. Nə olsa hər bir şeyi, dəmirçi dəmiri döyəndə birinci atasının lapkasının aparı qırğını düzəldir. Sən də yazıçısan, şairsən, xalqın psixologiyasını, xalqın mənəviyyatını, mədəni. Mən deyirəm, daha getdim Leynin adına sarayda Xəzər Süleymanlının o məclisinə toplaşan insanları gördüm. İndi mən o yazını da oxumaq istəyirəm. Bir esey yazdım, müəllim. O məni çox sevindir. Güllə qadının qohumluğu var. Gülə nə qədər şeir yazılıb, mahnı bəstələnib, hədəf isə qadındır. Qadına deyilən söz çiçəyə deyilib, gülə deyilib. Qadın da halal payını məmnunluqla qəbul edir. İşıqlar sönür. Aktyor Xəzər Süleymanlı asta addımlarla səhnədə gəzə-gəzə şeir pıçıldayır. Pıçıltı tamaşaçıları sükuta qərq edir. Oxurlanırlar. Əllər telefonlara yönəlir. Telefonların işıqları qaranlığa işıq yayan şama bənzəyir. İşıqlar həm də tamaşaçı heyranlığını etibar edir. Məhəbbət şeirləri bir-birinə əvəz etdikcə tamaşaçılar yay kimi çəkilib yığılır. Mahnılar da salona sərin su kimi çilənir. Ürəyimdə öz-özümə deyirəm, can aillərlə canlı tamaşaya, konsertə həsrət qalan kənd adamı, sənə də şeirli nəğməli bir axşam qismət olarmış.
Şeirli nəğməli bu gecəyə yetməkdən ötürü oğlum bir ay əvvəl bilet götürüb Bakıya getməliyəm. Bərdənin Xan Ərəb kəndi rayon mərkəzindən uzaqda yerləşir. Tezdən qapını açdım ki, görüm hava necədir. Qapını açmaqla küləkli qar özünü içəri nə təhər təpdisə, qayıdıb oğluma zəng etdim ki, bala, belə havada 400 kilometrdən çox yolu nə təhər gəlim. Biraz keçdi, qızım zəng etdi. Ata, səni nəvən İlkər də gözləyir. Artıq gözləyə bilməzdim. Qara küləyə məhəl qoymadan yola düşdüm. Taksidə dinlədiyim Arif Baba evimizdə Hüseyin Seygahı ovqatımı qaldırdı. Muğamı dinlədikcə fikirləşdim ki, işlərim yaxşı gedəcək. Deyəsən bu işdə Tanrı əli var. Sən demə, bu kəndli babanı Bakıda da gözləyən olarmış. Oğlumun Naxçıvanlı dostları mənə elə bir qonaqlıq verdilər ki, elə bir Bərdə kulinariyasını əlinlə götürüb Bakıdakı restorana gətirmişsən. Heydər Əliyev adına saraya daxil oluruq. İlahi, nə görsəm yaxşıdır. Saray ikinci gün də qələbəlikdir. Bütün yerlər tutulub. Özü də tamaşaçıların 90% qadındır. Yəqin ki, onlar da sarayın həndəvərində yaşamır. Hərəsi müəyyən qədər yol gəliblər. Ağ paltarlı qadınlar sanki dağların, düzlərin ağ çiçəkləridir. Xəzər Süleymanlını dinləməyə gəliblər. Qadına, gözəlliyə, məhəbbətə həsr olunan şeirlər səsləndikcə qadınlar şirin təbəssümlə bir-birinə baxırlar. Mən hər saat yazı yazan deyiləm. Mənə təsir edən məsələ bu qayğıların içərisindən sıyrılıb sarayı bütövlükdə tutan tamaşaçını ayaqda saxlayan aktyor bacarığıdır. Digər tərəfdən də bu qədər qadının mədəniyyətə vaxt ayırması məni sevindirir. Bu qadınların dünyaya gətirdiyi övladlar dünyanı terrordan, müharibədən öz incə ruhları ilə xilas edə bilər. Dünyanı xilas edəcək övladlar ağ çiçəklərin poeziyasıdır. Bu qadınlar mənim üçün həm də bir ordudur. Azərbaycan şairlərinin şeirlərini heyranlıqla, həssaslıqla əxz edən ağ çiçəklər 44 günlük vətən müharibəsində zəfər çalan oğulların anaları, bacıları, sevgililəri və qızlarıdır. Mən qadını çox sevirəm. Anamın adı Göyçək idi. Məmmədova Göyçək Salaq qızı. Adı da özü də Göyçək. Biz uşaqkən atam vəfat edir. Anam məni və iki bacımı atalılardan yaxşı saxlayır. Anamın kosmetikası camışlarımızın çiyəti idi. Bir də gördün, yanaqlarına çiyədən çəkdi. Günəş işığına çıxanda yanaqları par-par parıldadı. Bacılarımın dabanlarına dəyən hörüklərini də özü qaydaya salırdı. Mən Azərbaycan qadınını yaxşı tanıyıram. Ona görə çox sevirəm. Səviyyəli oxucu, səviyyəli tamaşaçı, səviyyəli vətəndaş deməkdir. Dilədim Dərdimə Dərman kitabında oxucunun qıtlığından gileylənmişdim. Bu qədər şeir oxucusunu mənə göstərən Tanrıma minnətdaram. Məhəmməd Füzuli demiş, bəhri eşqə düşdüm, ey dil, zövqü dünyanı unut. Nə kövrək, nə dadlı bir gecə, Azərbaycan xanımlarının zövqü cilalanır və ağ çiçəklərin poeziyasından mənə də pay düşür. Rayonda yaşayan sevdiyim imza sahibləri var ki, onlardan biri də Xan Ərəb kəndində yaşayıb yaradan İsa Sevərdir. İsa Sevərin oxucudan gileylənməyə haqqı yoxdur. Çünki qələmi də var, oxucusu da. Qulu Ağsəs, şair, Ulduz jurnalının baş redaktoru. Burada deyirsiniz ki, bu boyda şiir məclisi nə Bərdədə, nə Ərəb kəndidə bizim o gözəl cəmaatımız görmür, dinləyir. Gələ ilə Bərdiyə... Xan Ərəb kəndi, Bərdənin qədim kəndlərindən biridir. Xan Ərəb kəndində dediyimiz kimi bu qədim Bərdə torpağı şeir sənət yurdudur. Uzun müddət Bərdə Qafqaz Albaniyasının paytaxtı olub.
mərkəz olub və mərkəzdə də təbii ədəbiyyat söz həmişə qoşa addımlayıb. Bu mənada sizin ədəbi mühitin şairləri var. Xasay Şıxlar, Dədə Telman və Nakan dünyasını dəyişən Səyyad Vəloğlu var. Bir bu mühit barədə fikirlərinizi bölərdiniz bizimlə və tamaşaçılarımızla. Necədir burada Bərdədə ədəbi mühit? Kimlər gəlib keçdi bu mühitdən? Sağ olun ki, bu sahədə toxundunuz, çünki bizim ömrümüz bura aid olubdur. Bərdədəki ədəbi mühitə. Bərdədə əvvəla qədimdən də Gülşəni Bərdəyi var, sonra Şair Davdək var. Bərdədə mədəniyyət çox qədim olubdur. Bərdənin özünün ədəbiyyatı, mədəniyyəti olubdur. Ümumiyyətlə, Bərdə həm də tarixən də incə müəllim, Azərbaycanın anası sayılıbdır. İşğala ölkəmiz həmişə məruz qalanda o sərhədyanı rayonlar, yerlər hamısı Bərdəyə gəlib. Bərdə bugün də belə oldu. Bəli, gəliblər, qaçqınların ən çox dayandığı yer Bərdədir. Və Bərdə 90-cı illərdə də o xalq gələndə onların içində ədəbiyyat adamları da gəlmişdi. Kəlbəcərdən, Ağdamdan, Laçından, rayonun bütün hər yerinə, Cəbrayıldan, bax Xasayın adını, Xasayın Şıxlar əsli Cəbrayıllıdır. Yəni o cəmaatın da çoxunun Bərdə ilə qohumluğu. Bərdə həm də imam torpağıdır. İnsaflı adamlar. Mən buralı olduğuma gətir Bərdəliyəm mən. Burada yaşadığıma görə demirəm. Tələb olmuşam, əskər olmuşam, harada. Bərdə cəmaatı çox insaniyyətə yaxındır, qonaqpərvər. İndi xalq hamısı qonaqpərvərdir. Amma dinc adamlardır. Rahat adamlardır da, ona görə burada çox da məskunlaşma olur və həmən ədəbiyyat adamları da gəlmişdi onların içində, açıqlar gəlmişdi Kəlbəcərdən, Laçından. Demək onlarla biz yığışırdıq və bizim söz ədəb birliyi vardı rayonda. Orada sədr Rizvan Nəsiboğlu, indi Rizvan Nəsiboğlu Bakıda yaşayır. Telman Anadildir, Həsən Baba idi o vaxtı, indi çox rəhmətə gedib, Allah rəhmət eləsin. Yəni Bərdə ədəbi mühiti yığılırdıq, ayda bir dəfə yox, həftədə mən dərdim, həmişə dərdləşirdik də. Oradan şəhid olub insanlar gəlirdi, oradan məsələn şəhidlərin qardaşı, başçısı vardı, qadınlar da gəlirdi o ədəbi mühitə. Və keçmişdə də belə, əvvəllər də Bərdə ədəbi mühiti olubdur, güclü olubdur. Məsələn, Əyri Cələli deyirlər, şeiri var, deyir, haralı sözünü gətirmədilər. O ləkə deyilmir bütün bilə, xalqımın birliyin, siz bilə-bilə onu parçalar yüz ayırmayın. O Əli müəllimin sözüdür. Yəni, elə o vaxtdan xalqın birliyin, böyüklüyün sevən bir adam idi. Sevən insanlar bu Bərdədə olublar. Ədəbi mühitin içində olublar. Elə dediyiniz Xasay Şıxlar. Xasay Şıxlar, ha. Çox istedadlı adam olub. Xasay Şıxlar 69-cu ildə jurnalistikanı qutarıb bura gəldi. Bura gələndən sonra ədəbi mühit, Rahilə İsmailli var, rəhmətli qadın, yaxşı şairdir, ədəbiyyata böyük köməyi olurdu onun. Təhsil şöbənin müdürü oldu, sonra o vaxt Fatih Komitəsində işləyəndə sənnanısan elə oldu. Az hallarda onun qəbuluna gedirdim. Az qala dilənçilər də onun növbəsində dururdu ki, bizə nəsə ver, bizə nə isə elə. Yumuşaq ürəkli bir insan idi də, yaxşılıqların elə idi. Yəni, Bərdədə ədəbi mühit olub, oradan Yazıçılar Birliyinin ona qədər üzvü var Bərdədə. Bərdəyə yaşayan adamlar, kitablar. Mənim özümə Yazıçılar Birliyinin o prezident təqaüdü verilibdi 2011-ci ildə. İndi mən də o Yazıçılar Birliyinin üzvüyəm. Həmişə elə ora mən bir ocaq kimi getmişəm, gəlmişəm. Az hallarda gedirəm. İsa Sevər əksər yazılarında başımıza gələn faciələrə görə ya özümüzü qınayır haqlı olaraq, ya da ulularımıza üz tutub kömək diləyir, ya da içimizdəki sağ ölüləri ittiham edir. Madem Gəncədə
qurtarmısınız? Gəncə mühiti nə verdi sizə? Gəncə mühitində, Gəncədə Bahadur Fərman var, yaxşı şair. Allah rəhmət eləsin. Ha. Ondan gözəl verilişlər var. Ha, çox gözəl şairdir. Demək, Gəncəni onunla otururduq. Bu kənddən də, buradan Bərdədən Səyyad Vəloğlu vardı. O da Sabir Əliyevin sevimli tələbəsi idi. Təsəvvür eləyin ki, Füzulunu elə o qədər bilir. Füzulunun qəzəllərini əzbər bilirdi. Sabirin hukuknaməsini əzbər bilirdi. Elə bir oğulları idi. Səyyad Vəloğlu. Onun axırı necə oldu, yeri gəlmişkən? O da rəhmətə getdi çox tez. O, inanırsınız müəllim, onda alimlik güclüydü. O Səyyad Vəloğlu'nda. Ədəbiyyatı ilə təhlil eləyirdi. İndi o vaxtı Sovet dövrü idi də. Onu qəbul eləmirdilər. Heç arada qəbul olunmurdu. Hətta bizi yazır, çıxarırdılar. Demək, rayonda bir tədbir olanda onu kənarda saxlayırdılar. Niyə? O sözün birbaşa dəyan idi. O dinləyənlərə də baxmırdı. Hakimiyyətə də baxmırdı. Söz açıq deyirdi. Onun taleyi necə oldu? Cavan rəhmətə getdi. Cavan rəhmətə gedib, bəli. Onun gözəl... İstedad idi, istedad, çox böyük istedad idi. Bir də o Sabir Əliyev, mənim şeirimi, indi o çox şairləri bəyənmişdi. Bir yol mənim bir şeirimə, atamın heykəli şeiri var. Dedi ki, özüm də təzib elədim, Sabir Əliyev, mənə belə deyə. Dedi, bu sənət əsərdir, bunu yazır. Qəbirlər içində yoxdur başdaşın. Ağac da nə qədər davam edəcək. İnsan dözə bilmir dilsiz həsrətə. Cansız quru ağac necə dözəcək. Bahalı qəbir də dəb olub ata. Burada da karlılar başa keçibdi. Naqislik ölmürmüş ata. Təkəbbür insandan daşa keçibdi. Atasına söyən igidlər də var. Miras xatirinə Quran oxudur. Ehsandan yığılan pul maşın olur. Ata unudulur ata. Nə Quran oxudum, nə ehsan veririm. Qədrini canımdan əziz bilmişəm. Canlı bir heykəlsən, heykəl hayata. Baxışın tunç deyil, duruşun qranit. Nəfəsin də vardır, səsin də inan. Mən səni özümdə heykəl etmişəm. Mənimlə bir həyat başlarsan ata. Mən varam, dünyada yaşarsan ata. Şeir dərddən yaranır deyirlər. Bəli. Elədir, razı. Bəli, razıyam müəllim, bəli. Ağrıdan, dərddən. Böyük sevinçdən şeir yaranmır. O da var, bəli. Bax, mən o esemi sevinçdən yazmışam, o da var. O esen, hə. Bəli, o da var. Gördük, oxuduz övgünü, şeirə yığılan xanımları sevindin ki... Bəli, ədəbiyyatın oxucusu var. Ədəbiyyatı mütaliə edən var. Səviyyəli bir vətəndaş xalqın vətəndaşıdır da. Səviyyəli bir adam bu xalqın evladıdır. O hara getsə, Amerikada getsə, Almaniya hara getsə, Azərbaycan vətəndaşı kimi öz mövqeyini saxlayacaq. Təmsil edəcək Azərbaycanı. Hara getsə Azərbaycan. Bəli, təmsil edəcək. İndi oturub yazmıram mən. Məndə o plan yoxdur. Mən şeir yazacağım. Mən şairəm, plan. Ağrım gələndə, o yazı hazır olanda görürsən ki, oturub yazmalı olur. Məcbur olanda yazıram. Bu kitab 60 kitab ola bilərdi. 6 kitabım var cəmsi. Mən onun çoxunu yandırdım. Sovet dövründə yandırdım. Çap olunmurdu müəllim. O məni ağrıtdı. Güclü şeirlərimin çoxu getdi onda. Niyə yandırdın? Müəllim, Çap eləmirdilər. çap eləmirdilər. Hamısı yazırdı, bədii cəhətdən zəifdir. Sizlə də tanış olar, bilərsiniz. Özdə sonradan getdim, baxdım ki, bu hazır reseptlərdir, elə yazılır, ora qoyulur. Kimdir, nəçidir, belə şey yoxdur. Mənim yazılarım, əsasən sərbəstdir müəllim, göz üçündür, gərək oxuyasan. Göz üçün, ürək üçündür. Bir şeir var, qulaq üçündür. Bu heyecanın çoxu qulaq üçün, beyin üçün də başa da çatır o. İndi məndə o yazılar azdır, yoxdur da, taleyimi belə gətirib. Həm də xoşum buna gəlir. Bəlkə Nazım Hikmətdən dedim də, sizə şeir dedim. O mükəmməl
şiirdir, heç də nə heca vəzindən əksikdir, nə əruzdan, nə o birisindən. Gözəl intonasiyalı şeirdir. Bəli. Həmən intonasiyalı şeirlərindən bir ikisini deyinə zəhmət olmasa. Kişini gün döyər, yağış da vurar, dözmək də kişinin vəzifəsidir. Kişinin bir kövrək baxış da vurar, kişinin bir kövrək baxış bəsidir. Kişini siz öpüb göz üstə qoyun, kişinin başını diz üstə qoyun, kişinin dərisini sevgi ilə soyun, kişi məhəbbətin divanəsidir. Dərini sevgi ilə soyun. Bəli. Damlara qonana kişi deməyin, qazancı azlara əşi deməyin, zəncir gəmrənə vəhşi deməyin, kişi təbiətin əfsanəsidir. Kişini aldadıb tora salmayın, kişini qızılla, pulla almayın, kişini başdan ayağa salmayın, kişi ucalığın nişanəsidir. Döşlü kişilərin qarısı gözəl, ballı çiçəklərin arısı gözəl, çiçəyin hamısı gözəl, kişi çiçəklərin pərvanəsidir. İsa sevər, qəlbə hər kişi yatmaz, kişisiz dünyanın havası çatmaz, dünya hər şeyi satar, kişilik satmaz, onu Tanrı verir, dürdənəsidir. İndi bir intonasiyalı şeirdir, bunun dalınla həm də müqayisə üçün. Min ildir növbə çatmır. Yaxşı padşahdan gizlətməsələr yaxşı adamı, yaxşı adamı vəzir götürər, vəkil seçər yaxşı padşahlar. Ancaq narahat olmasın yaxşı adamlar. Yaxşı adamların yerini bilirlər, yolunu görürlər. Sadəcə növbə çatmır deyə yaxşı adamlara yaxşılıq eləyə bilmirlər. Başları 100 dəfə dəysə də daşa, mələyən quzuya duz vermədilər. Qanmazı, dılğırı çəkdilər başa, alimin oğluna qız vermədilər. Qorxdular söz ilə adam eləyə, quru bir çərdəyi badam eləyə, laqeydi haraya çatan eləyə, alimin oğluna qız vermədilər. Şöhrətə, altına uçdular dəm-dəm, köhnədən, ağıldan güclüdür gödən. 100 dəfə uduzu qanmırlar nədən? Alimin oğluna qız vermədilər. Şirkətə, sərvətə ərə getdilər. Boşanıb gəldilər, boşa döndülər. Eşyəyin oğluna mələk verdilər. Alimin oğluna qız vermədilər. Ümumiyyətlə, şair sevgisi nədir? Şairə sevgi nə qədər olmalıdır? Doğrudanmı şair sevilməlidir? Tarixən şairin dərisi soyulur. Ancaq indi biz qarışıq söz adamları sevgi axtarırlar, sevgi gəzirlər. Şairi duymaq necədir? Şair duyulurmu? Evdə, kəndində, işində şair duyulurmu? Duyulmasa nə fəsadlar törəyə bilər? Şairin cəmiyyətdə yeri necədir? Mən hesab eləyirəm ki, o məsələ elə keçmişdən qəliz olubdur. Şairi duymaq, onun qayğısına qalmaq, ona kömək eləmək, ya nə eləmək, bu ümumi şəkildə çətinlik olub mənə elə gəlir onda həmişə. Bir tərəfdən adi adamlara da o zərər edir. Onu şairlə oturub durmaq hansısa bir nazik aləmə aparır, duyğular aləminə. O deyirəm, o dostum dedim ki, sən niyə bədii kitab oxumuşsan? Dedi, bədii kitabı oxuyanda gərək edəm, dilənçiyə pul verəm, ürəyim yumuşalır. Bundan sonra, nə bilim, kiməsə kömək eləyəm o əlatsıza, fulana, onunla kənarda saxlayırım. Yəni, bu münasibət var. Şairlə oturub duran, şairi başa düşən adamlar bəzən də qəsdən kənarlaşırlar ki, yükdən azad olum da.
Çünki eşitmişsiniz, siz xatirələri oxumusunuz ki, Səməd Vurğun əlindən kostyumu çıxardıb dilənçinin əlinə geyindiribdi. Belə, yəni bu şair xarakterinə uyğun bir məsələdir də. Elə onu da ona görə ümumiləşdirirlər. Ona görə xeyir vermədiyi üçün mənə elə gəlir ki, bu şairdən o çətinlik bizdə də olubdur, amma hörmət də var, şairə hörmət də var xalq içərisində. Məsələn, bu hakimiyyətdə mən müəyyən olur da torpaq götürmüşük, müəyyən bir işin dairəcək gedir. O saat cəmaat görürsən bizim ətrafımıza yığışır. Filan şeyə sən də gedək. Sən deyilən, səni daha yaxşı tanıyarlar, eşidirlər, nəzərə də alınır bu. Bax, bu da var. Bu da var. Həm də şair haqqa yaxındır. Bəli. Haqqa meyillidir. Bəli, meyillidir yox, haqqı deyən də elə, odur. Deyəndir. Bəli, bəli. Bəzən bu deməyə ucbatından dərisi çox sevgili, sevimli halda soyulur. Bəzən qəddar soyulur. Bəli, bəli. Tarixdə nişanəsi var. Bəli. Ancaq şair elə haqq deməkdir. Haqq deməkdir. Gözlə müəllim, dəfələrlə rast gəlmişəm. Hər yerdən əlizi ölən adamlar elə olur ki, şairə pənah gətirir. Gətirir ki, nəsə, bu şair bədbax oğlunda pul olmur, kömək eləyə. Ondan sonra səlahiyyəti yox. İndi tək olar ki, dostları olar bir yaxşı yerdə falan. O da birinə, ikisinə də sən hamıya kömək eləyə bilməzsən axı. Sən özün də ehtiyat içində olan adam. Mənim yadımdadır. Müəllim, 88-ci ildə Qərbi Azərbaycandan soydaşlarımız köçüb Azərbaycana gələndə, ermənilər qovanda, yurdundan didərgin salanda hara getdilər, günahlamadılar deyə, hamısı tökülmüşdü yazıçılar, yazıq Xanlar müəllimin qəbuluna. Anadakı inamı qazanmışdı ki, anar xalqın dərdini deyərdi, bizə də əladır. Deyirdi də, gedib SSR parlamentində çıxıb demədi, Qarbaçova sözündə dedi. Ancaq anarın o imkanı yoxdur. Bunun hamısına şərait yaratsın. Şərait yaratsın, günahlasın, səlahiyyəti yoxdur. Elə Yusif Səmədoğlu, Vaqif Səmədoğlu, Sabir Rüstəm xalqın içində oldu da. Bunu bütün xalq da bilir, hamı da bilir, bəli. Oldu, onun özü gücü. Onda mən də rayonda həmən cəbhədə idim, orada idim, özdə ona görə ki, deyirdim oradakı Səməd Vurğunun uşaqları durub, biz də buradan kömək eləməliyik. Milli hərəkatın üzvü olmalıyıq. Bəli, mümkündür ki, şair bəlgədir, yarısın həyatdan. Müəllim, indi bax, mənim subyektiv fikrimdir, deyim də, dünyanın düzəlməsi üçün çox şeylər var. Mən oxusan, o kitabları verəcəm, orada da var. Mən deyirəm ki, müəllim elə təmin olunmalıdır ki, cəmiyyətdə. Müəllimin xidmətçisi olmalıdır. Hər bir müəllimin xidməti maşını olmalıdır. O, yalnız yetişdirdiyi şagirdlər haqqında düşünməlidir. Tam razıyam. Və ondan da qabaq, ana uşaq yetişdirir axı. Ana elə saxlanmalıdır, elə şəraiti olmalıdır ki, o bütün gücünü dünyaya gətirdiyi uşağa yönəldə bilsin. Onu cəmiyyət üçün, o yetişməyən uşaq. Mən deyirəm ki, dünyada təhsil yoxdur. 50 il məktəbdə işləmişəm. Dünya təhsilini qəbul eləmirəm. Harada? Gözlə, xanarətdən qırağa çıxmamışam, heç bir ölkədə olmamışam, getmək marağım da yoxdur. Marağım da yoxdur. Bu Türkiyə ilə İrana getmək istəyirdim. Ondan da küstüm. Biri o Sarkisyanın adına, stadiona apardı stol qoydu gülün vaxtında. Ondan küstüm. İranlılar da qəzetdə oxundu ki, Ağdamın pəncərələrini söküb aparır. Həmən dedim, getməyəcəm də orada. İndi mən deyirəm ki, müəllim, dünyada, yəni olmamışım olur. Amma təhsil olsa, müharibə olmaz. Normal adam insan ölümünə fərman verməz. Bizi məcbur eləmişlər, torpağımızı qaytardıq, yolumuz yox idi. Amma bu böyük dövlətlər, böyük xalqlar, o mənim əlbəttə gücümdə deyil, amma biz indi bu yurdun vətəndaşıyıq da, elədim müəllim. Biz həm də yer kürəsinin vətəndaşıyıq. Kətdə harada yaşamağın arasında olmayaraq, bunun da taleyi bizi maraqlandırmalıdır. Biz nə biləyik, bəlkə Ukraynada, bəlkə Fələstində ayrı ölən uşaqların biri dünyanı xilas eləyəcəkdi. O sayılmadan götürülüb, gedib, məhv oldu, getdi. Bunları qorumaq lazımdır.
İnsanı qırmaq lazım. Və mənim qənaətim odur ki, təhsil düz olsa, çox şey təhsildən asılır. Təhsilin başındadır. Nazir də oradan gəlir. Başçı da oradan, prezident də hamısı o təhsildən gəlir. O təhsil düzgün deyil, bu işlər baş verir. Mən o, bax, yazılarımda da onları demişim. Bunun, və şair də, onda sizin sualınıza cavab verirəm. Təminatlı olacaq ki, cəmiyyət təminatlı olar. Bütün hamı təminatlı olursa, sevinçdən yazılan yazılar da var. Onda şair yazacaq onu. Və mən həm də Füzulidən sonra dünyanın iki nömrəli şairdən bir də Ələkbər Sabirdir. Sabir başqa millət deməkdir, insan deməkdir. Onu tərcümə eləmək mümkün deyil, Sabir də, Füzuli də. Ondan ötəri dünya xalqları nə vaxtsa inkişaf edib, Azərbaycan dilində oxumalıdır onları. Onda bilər nələr var bu Azərbaycanda. Bax, şair də yaxşı olmaq üçün onun ölkəsinin müəllimi də yaxşı olmalıdır. Anası da, qadını da, şair də onların övladıdır, o müəllimin, o qadının, onlarla bir yerdədir. Rahat olsa təmin olunmalıdır. Bu Xasay həmişə danışırdı ki, Yaponiyada, məsələn, şairə, yazıçıya, əgər 2 zamanət verən yazıcı varsa, ona elə bir təqaüd evin eşiyin verməklə verirlər ki, daha o ömrü boyu bəstandıq yaradıcılıqla məşğul olur. Elə olmalıdır. Hə, inkişaf eləmiş ölkədə təmin olunmalı. Ancaq Məmməd Arazın bir misrası yada düşür. Dünya düzəlmir ki. Düzəlmir babam. Düzəlmir, qoymurlar. Mən oxumuşdum ki, qəzetdə, o Balayanın Ağdərədə villası var. Əgər varsa, mən istəyərdim ki, Yazıçılar Birliyi həmən onun villasını müzəyə çevirər. Azərbaycan rəssamlarını, heykəltaraşlarını yığa, o Xocalıda qətl olunan uşaqların, böyüklərin şəkillərini onlara çəkdirə. Oradan asar. O həmən o Balayanın ev villasından asa onları. İldə də bir dəfə Nobel mükafatı alan sənətkarları ona gətirərlər. Baxmağa. Bəli, gəlib baxarlar ki, bu işgəncədən ləzzət alan erməni yazısı var. Adam işgəncədən ləzzət almır. İnsana verirlər. Bəli, hansı ki onun gözünün qabağında Xocalı uşağını məktəbdə mismarla divara mismarlayırlar. Bunu insan qəbul edir. Sən hansı millətdən olsan ol, düz deyil axı. Bu insan ağlına, insan hissinə, insan ürəyinə layiq deyil. Çox ləzzət elədi sizlə söhbət. Balaca bir məkanda yaşayasan, buradan dünyanın bütün incəliyi ilə qəbul edəyəsən, şair süzgəcindən keçirəsən, misralardan keçirəsən, elə o misralara qayıdaq və bununla da bir neçə şeirimi o söhbəti yekunlaşdıraq. Onsuz da bazardır dünya. Ana, bazara göndərmə məni. Alyana qalmaların özəyində qurt var. Arxasında qaraqabaq, qırdırnaq, laydi var. Salamat cevit tapılmaz, qanlı nar. Sındırıb küsüblər nişanlılar. Ana, bu bazar əsrində, bazar siyasətinə qul etmə məni. Elçi göndərmə Leyli bazarına. Bazar dönüb Məcnun məzarına dəfn edər oğlunun. Ana, yarsmaz demə mənə. Adam eləmək olar, ən tamahkar müdürü də, könlündə, gözündə bazar olmasa. Yönünə qoymaq olar erməni məkrini, sevkinini, silah bazarı, siyasət azarı olmasa. Ana, bazara göndərmə məni. Mənimki çəkişdir, zindandır. Xoşbəxt olmağa nə var? Ürəkdə, ağılda bazar olmasa, hamı birdir, hamı adam balasıdır, xırdalanmasa. Yetim saxsağanı yalancı olur. Yetimi istəyən qonaq hardadır. Papaqsız başına papaq gətirə.
cırıq çuxasına yamaq gətirə, kətdə tapılmayan lələgilədən tapa gətirə, bir də əmsinin lopa bığında yetim yanağına dərman gətirə, yetim çırağına kibrit yetirə, yetim ciyərinə hava gətirə, yetim sərçələrsə verib səssəsə, nəfəs-nəfəsə, gözləri gülə, üzləri gülə, yetimin birini də bibi apara, 5-10 günlüyə əmsi gilə, hardadır elə? Yetim saxsağanı yalancı olur, yetim saxsağanı talancı olur, qonaq gətirir ki, qoparsın elə, aparsın elə, yetim də ağıldan biraz belə də, belə, kərəni verər, kürəni verər, xoruzu verər, fərəni verər, əmidir deyər, dayıdır deyər, yetim saxsağanı belədir, belə. Ehey, dədəm Qorqud, bu vay yazıya gəlməz, bu boy yazıya gəlməz, bir söz söylə, özünə gəlsin Oğuz, yaxud etiraf et günahını, etiraf et bu sayaq, etirafdır yaşamaq. Gələn dostlarına üz tutur ki, ölümdən yox, sağ ölülərdən yazın. Bu misraların arxasında vətəni, torpağı canından çox sevən şairin ağrıları yaşayır. Sağlam, ağrısız ömür diləyi ilə Allah amanında İsa bəy. İsa bəy yaxşı ki, ömrüm ahıllıq çağına, 75 yaşına maşallah belə sağlam gəlmisiniz. Ürəkdə təpər, canda söz sevgisi gəlmisiniz. Nə yaxşı ki, sevilirsiniz elimdə, yurdumda, Bərdə torpağında. Uğurlar arzuluyuram sizə, xoş ömür gün arzuluyuram. Qələm əldən düşməsin, ürək təpərdən ayrılmasın.